Какое утверждение не соответствует sodержанию teksta? Mətnin məzmununa uyğun olmayan ifadəni seçin. Mətnimizdə Google internet şəbəkəsinin yaranması haqqında, axtarış şəbəkəsinin yaranması haqqında məlumat verilir. İlk dəfə 1995-ci ildə bunun layihəsi başlanmışdı. Google sistemini yaradan Larry Page və Sergey Brin adlı insanlar Stanford Universitetinin tələbələri olmuşdu. Onlar birlikdə bu sistemi yaratmaq qərarına gəlir və mətnimizə uyğun olaraq, yəni mətnimizə uyğun olmayan, daha doğrusu ifadəmiz, ikinci abzasımızda belə bir ifadə vardır. Они считали, что результаты поиска должны основываться на популярности каждого сайта. Onlar belə hesab edirdilər ki, axtarış nəticələri hər sistemin, hər saytın, səhifənin məşğulluğuna, yəni daha doğrusu məşhurluğuna bağlıdır. Amma mətnimizə uyğun olmayan ifadəmiz результаты поиска в новой системе должны были основываться на небольшом количестве ссылок. Bu ifadəmiz mətndə yoxdur, deməli mətnimizə uyğun deyildir.